Herkese yeni bir videodan salam. Bu videonu çəkməyimdəki səbəb, o birisi video çox qəşəng izləndi. Mənə də ləzzət elədi. Bir videonu atdım. Bir günə 3K izləndi. Çox qəşəng bir izlənmə dərəcəsidir bu mənim kanalım üçün. Ümid edirəm bu davamlı olar. Mənə də motivasiya olar. Bugünkü videonun başlıqdan görürsüz, amma mən ümumiyyətlə deyim, Amerikada hansı yollarla qalmaq olar və mən hansı yolla qalıram, bunları izah edəcəm. Çünki siz belə istəmişdiniz. Biraz da ətrafda gəzib, biraz yox. Bu olduğum yerdə, qaldığım yerdə gəzəcəyik inşallah. Gün vurur gözüm qıya bilərəm gözümü. Üzrlə hesab eləyim bundan ötürü. Ümid edirəm səsim də yaxşı gəlir. Deməli, keçən video çox qəşəng izləndi, suallar gəldi. Instagramdan mənə suallar verirdiniz bu haqda. Mən də dedim ki, onda ikinci videonu çəkmək lazımdır. Tez-tez çalışacağam ki, həftədə bir dəfə hər hansı bir mövzuda mən video çəkim sizə. Bunu bəlirləyəcək olanlar da sizsiniz. Dəqiqə gözləyin. At kimi taxım. Dediyim kimi, həftədə bir dəfə sizə videolar çəkməyə çalışacağam. Niyə həftədə bir dəfə və niyə daha çox yox? Əslində mən daha tənbəl idim bu videoları cəhətindən. Editləməyi var, osu var, busu var, çox şey var da bunun. Ona görə tənbəllik edirdim. Mən 2 işdə işləyirəm burada. Təsəvvür edin, həftədə bir 70 saat falan olur da işim. Bəzən indi iyul gələcək, iyulda bura çox belə qarışıqlıq olur. Yəni ən burada busy hours deyirlər. Yəni çox işin olduğu vaxtlar iyul ayı olur. O cəhətdən maksimum dərəcədə çalışıram indidən həm Reels'ları, həm YouTube'a videoları stoklayım ki, sonra rahat şəkildə bunları editləyib ata bileyim YouTube'a. Və bunu çəkəndə belə bu dəqiqə yorğunam, yuxuluyam. Mənim birinci işimdə 3-cü və 4-cü günlər off day'imdir, yəni evdəyəm. İkinci işimdə isə 6 bazar evdəyəm. Hər gün işləyirəm, işləmədiyim gün yoxdur. Amma həftənin 3 günü səhər gedirəm, axşam gəlirəm. Belə düşünün. Həftənin digər günlərində isə sadəcə bir gün işləyirəm. O da ki, birinci işimdə səhər 6-da dururam. Təsəvvür edin, səhər 6-da durub gecə 10-da evə gəldiyim 3 gün var həftədə. Qalan günlər isə səhər 6-dan günorta 2-yə qədər işləyirəm. Və yaxud da olur ki, dəyişir. Günorta 2-dən axşam 6-ya qədər falan. Axşam günorta 5-dən, günorta 4-dən, günorta 5-dən dəyişir də indi. Axşam 10-a qədər işləyirəm. O səbəbdən yorğunçuluq olur. Bugün hər şey haqqında danışacağam sizə. Burada necə qala bilərsiniz, nə edə bilərsiniz, nə edə bilməzsiniz. Bunların hamısı haqqında çalışacağam ki, sizə məlumat verim. Və bu əziyyətin qarşılığı olaraq sizdən də abunə olmanızı rica eləyirəm. Və bu dəqiqə burada çıxan Instagramdan məni də izləməyi unutmayın ki, mən orada daha çox aktivəm. Hər hansı bir sualınız olsa, oradan mənə sualı verə bilərsiniz. Mən oradan sizə daha rahat şəkildə cavab verə bilərəm. YouTube video. Do you want to participate? No? Okay. Bye. Birinci işdə işlədiyim iş yoldaşlarımdan birine rast gəldim. 50 yaşında qadındır. Elə bayaq onu deyəcəydim ki, burada hamı bir-birini tanıyır. Random bir şəkildə buradan maşın keçir. 100% ki, biriləri məni tanıyırdıq. Səhər biz gün işdə gəlib deyəcək ki, nə indirdin sən keçən səfər? Mən bura J1 vizası ilə gəlmişəm. Bu J1 vizası da odur ki, siz bu proqramın adı Work and Travel proqramı adlanır. Siz gəlirsiniz yaya, sezonluq olaraq işləməyə başlayırsınız. Ayda, hamıya baxır. Neysə, haydi fikrim yox. Mən bura sezonluq işləməyə gəlirəm. Gəlirsiniz, ən qısa anlamıyla gəlirsiniz, pulunuzu yığırsınız. Sonra 3 ay ərzində pulunuzu yığırsınız, 3 ya da 4 ay işləyirsiniz. Bir ayda əlavə olaraq sizə travel icazəsi verilir. Travel'ınızı da istədiyiniz yerdə, New York, Kaliforniya, Miami, ora bura, haranı istəyirsiniz, gəzirsiniz, qayıdırsınız, gedirsiniz ölkənizə. Bu Work and Travel haqqında ayrıca bir video çəkəcəm. Çünki bu bir videoda danışılacaq bir şey deyil, elə bir videonun mövzusudur. Work and Travel nədir, necə gələ bilərsiniz, nə bilim, nə, onun detayları və s. Mənim gəldiyim yol budur. Sizin əgər bu haqda suallarınız da olsa yazın bunu. Work and Travel kimlər gələ bilər? Əgər tələbəsinizsə, dünyanın hər hansı bir universitetində əyani şəkildə, qiyabı yox, əyani şəkildə tələbəsinizsə, bakalavr, magistr, doktorantura fərq eləmir. Amma ən çox viza ala biləcək şəxslər, potensiallı şəxslər, bakalavr 1-ci, 2-ci kurslarda çoxunluqla. O birislər də ala bilər, amma detaylar var dediyim kimi, fərqli mövzudur. Bununla danışacağım inşallah. Ümumiyyətlə, siz necə gələ bilərsiniz? Sizin profildən asılıdır.
Siz əgər yaşınız yuxarıdırsa, 25-dən yuxarı, hətta 25-30 arası yaxşıdır. 30-dan deyək ki, yuxarıdırsa sizin yaşınız, əgər təhsiliniz varsa, bakalavr, sizə magistrla gəlməyi tövsiyə edirəm. Əgər sizin heç bir təhsiliniz yoxdursa, bakalavrla gəlməyi sizə tövsiyə edirəm. Amma bakalavr olub da magistr üçün gəlməyə çalışacaq olan şəxslər viza alma ehtimalları daha çox olur. Bu səbəbdən sizə daha çox təhsillə gəlməyi tövsiyə edirəm. Bunun digər yolları da var. Nişanlılıq vizası, evlilik vizası, nə bilim, digər EB3 vizaları var. Bu nədir? Xüsusilə bu EB3 vizası, məsələn, xüsusilə ayrı bir mövzudur. Bu haqqda da mən sizə ümumiyyətlə danışa bilərəm. EB3 haqqında qısa məlumat verim. EB2 var, EB3. EB3-ü dəqiq bilirəm. EB2 səhv eləmirəmsə üstün yetenəkləri olmalıdır ki, həmin insanın gələ bilsin. Üstün yetenek deyənə nə nəzərdə tuturuq? Məsələn, bir alimdir. Vizaya müraciət edir ki, mənim üstün yeteneğim var. Amerikaya xeyir verməyə gəlirəm də. Araşdırmalar və s. Hə belə. Bu yolla gələ bilirsən. Onun da nə vecinə də Amerikaya gəlib pul qazanmaq. Zaten pul qazanacaq da. Prosta özünü inkişaf elətdirməyə gəlir o adam. Bu zaten viza alınmayacaq bir şey deyil. EB2 müraciət edir, sübutlarını qoyur, sənədlərini qoyur, öz elm işlərini qoyur. Söhbət qurtardı. EB3 nədir? Əgər EB2-ni düz dedimsə, bilənlər varsa yorumda desin. Bu viza var, yetenek vizasıdır. Yəni üstün yetenek mənasına gəlir. O EB2-dirmi adı bilmirəm, amma həmin viza var. Böyük ehtimal EB2-dir. EB3 nədir? EB3 sizi maraqlandıran mövzudur ki, EB3 vizası. Siz bu viza ilə bura gəlib, məsələn, böyük şəbəkələr olur Amerikada. McDonald's, nə bilim, KFC, Burger King, belə köklü olan zəncir şəbəkələr deyək. Bu zəncir şəbəkələrdə işləmək üçün onların işçiyə ehtiyacı olur. Bu şirkət özünü sübut eləyir ki, mənim işçiyə ehtiyacım var. Nə qədər yerlərə elan vermişəm, tapmıram. Ona görə mən xaricdən insan gətirmək istəyirəm. Bunu legal olaraq müraciət eləyirsiniz, amma sizdən çox pul çıxır. $20,000 qədər ümumiyyətlə prosesdə pul çıxır və proses 2 il falan davam edir. 1 il, 3 il arasıdır bildiyim qədərilə. Bu çox da sərf eləyirmi? Mən düşünmürəm ki, çox da bu sərf edir. Heç kimə tövsiyə eləmərəm. Əgər Amerika daxilindəsinizsə, hər hansı bir viza ilə və yaxud da immigration eləmisinizsə, bunu düşünmək olar. Çünki sonunda green card verilir. Bu siz 1 illik və ya 3 illik kontrakt imzalayırsınız. Səhv eləmirəmsə 1 il mən eləmədiyim üçün bunlar haqqında araşdırmışam deyə bilirəm. 1 il ərzində siz burada qalıb işləyirsinizsə həmin yerdə, daha doğrusu işləməlisiniz çünki kontraktınız var. 1 il ərzində işləyirsiniz, sonra digər 3 ilə qədər siz müraciət edirsiniz, 3 ilə qədər sizin green cardınız sizə gəlir. Yəni toplamda Azərbaycandan olanda daha çətindir bu EB3 prosesi. Amma Amerikada daha asandır. Toplamda 3-5 il arası çəkir bu green card prosesi EB3 ilə. Bu da sizdən asılı olan bir şeydir. İstəsəz eləyə bilərsiniz, istəməsəz dediyim kimi təhsil daha məntiqli ola bilər. Bura gəlib fərqli yollar düşünə bilərsiniz. Mən nə demək istədiyimi çox şeyi açıq şəkildə bildirə bilmirəm burada. Mənim üçün bəzi söhbətlərdə problem yarana bilir deyə çox açıq izah eləmirəm. Instagramdan mənə yazsaz əgər bacardığım qədər çox məlumat verməyə çalışacağam sizə bu barədə ki, nə edə bilərsiniz, nə edə bilməzsiniz və sizə daha çox tək gəlməyi tövsiyə edirəm bura. Və bunun da təbii ki də bilirsiniz ki, Green Card loteriyası deyə bir şey var. Buna müraciət edə bilərsiniz. Bu yəni elə belədir də, yəni deməyimə belə ehtiyac yoxdur. Hər il müraciət edin, pulsuz bir şeydir onsuz da. Uzağı 3 manat, 5 manat gedib öz 5-in 5-ə şəklinizə pul verirsiniz. Pis qurtaracaq. Müraciət edirsiniz, 5 dəqiqəlik prosesdir, 5 dəqiqə. 5 dəqiqəyə müraciət edirsiniz, qurtardı. Çıxdı da, gələn ondan sonra başlayırsınız proseslərə. Oturub gözləyirsiniz. Sizin bir confirmation number olur və s. Bunu Green Card dövründə video çəkərəm buna. Mənim düşüncəmə görə Amerikanı kəşf eləmək üçün, yəni sizə uyğun olub olmadığını görmək üçün qısa müddətli proqram əgər axtarırsınızsa, məncə bu Work and Travel proqramıdır. Kamp Amerikada var, düzdür. Amma orada çox pul qazana bilmirsiniz. Xərciniz də az olur. Qazandığınız pul da az olur eyni şəkildə. Amma Work and Travel'da xərciniz də çox olur. 5.000-7.000 manat arası deyək. Detaylarını verəcəm videoda, digər videoda. Amma Kamp Amerikada bildiyim qədərilə təqribi 3.000 manat falan deyəsən pul çıxır. Geri qayıtdığımız, daha doğrusu qazandığımız pulda bir 5.000 manat civarı olur. Səhv eləmirəmsə. İştirak edənlər varsa desin, mən iştirak eləməmişim. Sadəcə eşitdiyim cəhətlə deyirəm. Work and Travel mənim 2-ci ilimdir deyə bilərəm sizə. Ümid edirəm ki, bu video sizə faydalı oldu. Məni Instagramdan dediyim kimi izləməyi unutmayın. Orada videolar paylaşıram, günlük, anlıq storylər paylaşıram. Sizin oradan məndən öyrənə biləcəyiniz
həqiqətən gəlmək istəyirsinizsə, sizin buradan görüb öyrənə biləcəyiniz, soruşa biləcəyiniz, bəlkə də sizə həyati qədər dəyər sağlayacaq bir səhifə. Təkcə mənim yox, xaricdə yaşayan hər kəsin. Əgər həqiqətən getmək istəyirsiniz. Çünki mən vaxtilə çox izləyirdim, aşırı çox izləyirdim. Yəni bura gələndə mən burada olan bəlkə də Azərbaycanlılardan biraz daha çox bilirdim. Niyə çox araşdırmışdım. Bura gəlirdim, onların bildiyi şeylə oturub onlarla müzakirə edirdim. Onlar o prosesin içindədir, amma mən deyildim, amma yenə də müzakirə edirdim. Bu səbəbdən sizə çox tövsiyə edirəm ki, izləyin. Abunə olmağı unutmayın. 1000 abunəyə az qalıb. Çalışaq mənim 1000 abunə eləyək. Mənim də sosial ankestrem tutdu. Yenə işıqlarda dayanıblar, mənə baxırlar. Nəysə, sağ olun.